Arif Hacılı'nın bir 13 saat əvvəl yazdığı bir paylaşımı çıxdı qarşıma. Deyir, 10 ya 15 il əvvəl Jirinovski demişdi ki, Rusiya heç vaxt Azərbaycan Demokratik Müxalifətinin parlamentdə təmsilçiliyinə imkan verməz. O vaxtda nə Musavat, nə də AXCP parlamentdə təmsil olunmadı. Siyasətlə az çox maraqlananlar bilir ki, gah Ruşaylo, gah Patrushev son seçkilərədək hər seçkidə Azərbaycana gəlib Kremlin Jirinovskinin dili ilə səsləndirilən siyasətinin həyata keçirilməsinə birbaşa nəzarət edirdi. Ən azı bu məlumatlara əsaslanan elementar məntiq tələb edir ki, Rusiyanın adamlarının seçilib hakimiyyətə buraxılmayanlar arasında yox, seçilmədən parlamentdə digər hakimiyyət strukturlarında təmsil olunanlar arasında axtarmaq lazımdır. Arif Hacılı deyir, yeri gəlmişkən Əli Kərimli həbs olunandan sonra Arif Hacılının bir-iki paylaşımı var, amma İsa bəyin paylaşımını görmədim. Reaksiya yoxdur. Ümumiyyətlə, mənə müxalifət liderlərinin bu məsələyə reaksiyası maraqlandırır. Bilirsiniz, belə bir açıqlamanın verilməsi təbiidir. Bugün kimisə adını bu proseslərdə hallanmasını demirəm, amma aldıqları roldan danışıram. Milli Müşurada təmsil olunub Musavat, doğrudurmu? Eyni zamanda Əli Kərimli ilə aralarında ziddiyyət olaraq bunlar təmsil olunublar. Özəlliklə Arif Hacılı və Əli Kərimli arasında hər kəsin bildiyi qədər ciddi bir səmimiyyət olmayıb. Səmimiyyət olmayıb və ziddiyyət olub. Belə bir durumda Musavat Partiyası nədən orada iştirak edib? Bax, indi Osman Kazımov Musavatçıdır da, eləmi? Osman Kazımov yazır ki, Milli Şura həm də İsa Qəmbərin prezidentliyə namizədliyinin qarşısının alınması üçün yaradılmış idi. Yaranmışdırsa, onda niyə iştirak edirlər? Musavat Partiyası Milli Şuraya daxil olmaq istəmirdi. O vaxtlar bizi açıq şantaj edir, birliyi pozmaqda ittiham edirdilər. Anlamadım, getməyəydilər. Bu məsələ bir neçə dəfə divanda müzakirə olundu. Milli Şurada gedən ilkin müzakirələrdə Rusiyaya münasibətdə çox gərgin keçdi. O vaxt ki, azadlıq... Amma qərar keçdi ki... Yəqində yazdığını yazıram da. Yəni, onun üçün deyirəm ki, niyə olmurdu? Bunlara təbii ki, aydınlıq gətirəcəkdir orada. Bəli. Və yaxşı, Tiflisdəki görüşə kim getmişdi? Umar Məmmədyarovun anasının əmisi oğlu idi də, hər halda prezidentliyə namizəd İbrahim Beyev. İbrahim Beyevlə görüşə Tiflisə kim getmişdi? Rüstəm İbrahim Beyev. Bəli, nə idi müzakirələr? Onlar açıqlanacaq, doğrudurmu? Amma mən sual verirəm ki, sizin aranızda heç bir siyasi səmimiyyət olmuyor. Sizi kim birləşdirdi? Hər halda bu qərar necə çıxdı? Ona aydınlıq gətirsinlər. Özləri boyunlarını alırlar ki, Əli Kərimli ilə biz belə münasibətimiz olub, bizə qarşı olub. Və necə olur siz birləşmisiniz? Və sizi birləşdirən kim idi? Arif Hacılı cənabları, mən hesab edirəm ki, bu açıqlamasında səmimi deyib. Mən onu səmimi olmağa çağırıram. Özəlliklə mən inanıram ki, bu prosesdə aktiv rol alan, hər şeyə, hər kəsdən yaxşı bilən bir Pənah bəy də var. Pənah bəy o dövrdə bu proseslərə aydınlıq gətirə biləcək kapasitədə olanlar. Yəni Osman Kazımov yazır ki, hədəf həm də Musavat, sizcə Musavat rəhbərliyi də həbs oluna bilər mi? Hədəf o idisə niyə gedir? Öz fikirlərini özləri hamıdan yaxşı bilirsə və bu gün də taleylərlə barışırlarsa, o onların məsələsidir. Siz də gözəl bilirsiniz ki, Əli Kərimli bu neçə gün öncə bundan qabaq açıqlama vermişdi ki, məni həbs eləyə bilərlər. O artıq bilirdi ki, proses onun üzərinə gələcək. Milyarderlər İttifaqında təmsil olunan milyarderlər var. Orada Söyün Adıxov idi, ondan sonra Abbas Abbasov, Telman İsmailov, Araz Ağalarov, Vahid Ələkbərov, bir də kim idi orada? Bayaq Qodunsanov, bilmirəm, o var idi, yox idi? Var idi, nə? İndi bunlar orada iştirak edib və eyni zamanda Putinlə rəhmli də bilirsiniz ki, belə proseslərdə Putinin hər yerdə təmsilçisi olub Azərbaycan məsələsində. İndi bunları sabah istintaqa çağıranda bunlara açıqlama verəcək ki, hədəf bizik. Ona görə bu şounu düzəldiblər ki, biz hədəf alsınlar. İndi Abbas Abbasov belə bir açıqlama verəcəklərmi? Sən adama sual verirlər, sən orada nə gəzirdin? Gəzirdincə cavab verməlisən. Millət də bunu bilməlidir də. Bunu aydınlaşmalıdır ya, yox. Doğru. O dövr Milli İstiqlal Partiyası olub bu Milli Şurada, mən bilmirəm. Mən də bilmirəm. Bunlar da açıqlama vermir. Əgər olubsa açıqlama verməlidirlər. Ziyalılar, Eldar Namazov. Bir ziyalı kim orada iştirak edib? Eldar Namazov son günlər Ramiz Məkiyev haqqında elə döşüyürdü. Elə açıqlamalar var. Eldar Namazov 1998-2003-cü ildə Ramiz Ənvəroviçin dövlət çevrilişi etmək, hakimiyyət ələ keçirmək uğrunda mübarizəsindən danışmışdı. Mən də açıqlama verdim ki, Eldar Namazov yenə bir açıqlama verəcək.
daha çox 2005 və 2013-cü ildə Ramiz Mehdiyevin dövlət ələ keçirməsində yeri və rol haqqında aydınlıq gətirməyə çalışacaq. Görünür, Eldar Namazov və digərləri də prosesi aydınlıq gətirəcəklər. Prosesi 2005-ci ildə aparacaq. Amerikadan gəlib Krım üzərindən geri çəkilən insan niyə geri çəkildi? Son dövrlər Bakıya gəlirəm deyib, sonra yenidən gəlməyəndən danışıram. Çevrilişdən qabaq deyirdik gəlirəm. Xatırlayırsınız Rəsul Quliyev. Elə ki, Ramiz Ənvərov proyekti ortaya çıxan kimi qoydu qaçdı, dedi ki, daha gəlmirəm. İndi o dövrdə də elə oldu. Göydə eşitdi ki, vəziyyət ağırdı, geri çəkildi. Charter reisi ilə gəlirdi özü də. İndi belə bir durumda bunların hər biri deyə bilər ki, hədəf bizik, amma adama sual verirlər ki, siz orada nəyə gəzirdiniz ki, hədəf olasınız? Əgər o Milli Şura hədəf alınıbsa, Milli Şuranın içində sən varsansa, sənin hədəfi olmağın öz-özünü şərait yaratmışsan da, mən orada olsaydım, hədəf olmalıydım, elə deyilmi? Yoxum, hədəf durmuram da. Olmadığıma görə danışıram da. Axı siz olmuşsunuz, aydınlıq gətirin də. Deyin ki, nəyə görə biz orada olduq? Bizi kim birləşdirdi? Mən də ondan danışıram axı. Deyirəm, bunların arasında səmimiyyət olmuyor. Necə olub ki, bu səmimiyyəti kim yaradıb? Niyə yaradıb? Hansı qüvvələr yaradıb? Mən də deyirəm ki, Əhmədzadənin rolu var burada. İndi proses gedişəndə aydın olacaq, kim kimin adamıdır. Əhmədzadə kimləri maliyyələşdirib, kimlə yaxınlıq eləyib. Mən Əhmədzadəni elə belə demirəm ki, Abbas Əbazovu elə belə demirəm. Çovdarov elə belə demirəm. Eldar Mahmudov elə belə demirəm ki, hələ çəkilməyən partiya rəhbərləri var. Birbaşa Eldar Mahmudova uşaqlıq eləyib, siyasətə gəlib. Hamısı prosesin içərisinə girəcək. Özünüzü də artistliyə qoymuyor. Sözünüz var, gəlin müzakirə eləyək. Hamısını dəvət eləyirəm, mənlə müzakirəyə. Siyasi müzakirə, mən hüquqi müzakirəyə dəvət eləmirəm, o DTK-nın işidir. Prosesi aydınlaşdıran hüquq orqanlarının işidir. Siyasi müzakirəyə polemika dəvət edirəm. Kimlə işbirliyində olmuşsunuz, kimi vəzifəyə necə gətirmişsiniz? Əhmədzadəni kim nazir təyin eləyib? Təyin elətdirib. 92-ci ildə. Mən ondan danışıram, Ləman xanım. Əhmədzadənin qohumu, daha doğrusu qudası, Elman Rüstəmov, bankir, birinci müavin kim təyin elətdirib? Böyük şəbəkələr var, heç kim gizlənə bilməz. Və ayrı-ayrı adamlar da biraz gizlənsinlər, abırlarına qısınsınlar. Meydana çıxıb, özlərini hədəf göstərib, Əli Kərimli yanında birinci sıraya özlərini yazdırmasınlar.